Selamun Aleyküm ve Rahmetullah. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil Alemin. Allahümme salli ala Muhammedin ve Muhammed ve accil faraca. Hoş gördük sizleri. Bəhsimizin davamına keçirik. Dedik ki, Həccatul Vidada Peyğəmbərin əmri ilə carçı cəmaatı Qədirxum deyilən çöldə yığır. Bu çöl elə əvvəldə necədir, indi də var, durur. Bəli, Vəhhabilərin bu mənfur niyyətləri həyata keçsin deyənə daha zəvvarları oradan keçirtmirlər. Cəmaatın yadından çıxsın da Qədirxum. Amma əvvəllər belə deyildi. Cəmaat Qədirxumdan keçərdilər, zəvvarlar. Elə ki, cəmaat yığıldı, Peyğəmbər nitq söyləməyə başladı. Peyğəmbərin danışıqlarını cəmaatın bəziləri etiraz elədi, eşitmirdilər. Və bu etiraz səbəb oldu ki, Peyğəmbər üçün, əleyhissalatu vesselam üçün mənbər düzəltsinlər. Nədən? Stol yox idi ki orada. Dəvələrin cihazlarından, dəvələrin yüklərindən uca bir dənə mənbər düzəltdilər və Peyğəmbərimiz əleyhissalatu vesselam çıxdı və Qədirxum deyilən xutbəsini iradə elədi. Orada söylədi, Həzrət buyurdu. Mən oraya girmirəm, çox genişdir. Amma qısa olaraq sizə nəzərə çatdırıq. Elə ki, Həzrət danışıqlar əsnasında buyurdu ki, ey cəmaat, məni qəbul edirsiniz də. Öz dilimizdən danışaq da, loru dildə. Məni qəbul edirsiniz. Mən kiməm? Hamı dedi ki, sən bizə o Peyğəmbərsən ki, namaz vacib oldu dedin, oruc vacib oldu dedin, həc, cəhad, hər bir şey ki, firuddin və usuliddin, hamısını Allah tərəfindən sənə vəhy oldu, sən də bizə dedin. Sən xatəmən nəbisən. Sənin sözlərin bizim üçün hüccətdir. Sən bizim özümüzdən bizə əzizsən. İnsanın özündən özünə əziz kim ola bilər? Allah və onun iradə etdiyi insan və ya insanlar. Sən bizə özümüzdən də əzizsən. Sən, yəni əslən mənim fikrim budur ki, mən bunu eləyim biləm. Sən o fikrimin üstünə bir dənə nəhi gətirsin. Desən ki, olmaz, mən bunu eləmərəm də. O fikir mənim idi ya. Sən olmasaydın bunu eləyəcəkdim. Amma sənin fikrindir ki, bunu etmə. Bu sənin fikrin mən üçün müqəddəs olduğu üçün hüccətdir. Öz fikrimi ayaq altına attım, sənin fikrini öpüb gözümün üstə qoydum. Bəs sən vacib itaətsən. Tanıttırandan sonra buyurdu. Mən kuntu mevlahu fəhədə əliyyum mevlahu. Cəmaat, mən kimin mevlasıyamsa, mən kimin əmiriyəmsə, mənə kim böyük kimi baxırdısa, məndən sonra Əliyə də o cür baxmalıdır. Əli də onun böyüyüdür. Əli də onun vəlisidir. Onun başçısıdır. Ona yolu göstərəndir. Cəmaat, mən gedirəm. 2 dənə böyük bir əmanət sizin aranızda qoyub sizi tərk eləyirəm. Bax, tərk eləyirəm. Ya əyyuhər rəsulü bəlliğ mə unzilə ilək. Bu bəlliğin içərisində görsən vəsiyyət eləyirəm sizə yəni. Tərk eləyirəm və vəsiyyət eləyirəm. Allah Teala buyurdu ki, çatdır o vəsiyyəti. O tərkibi çatdır. 2 dənə böyük əmanət qoyub gedirəm. Bir mənim itrətimdir. Bir də Quran-ı Kerim. Allahın kitabı və mənim itrətim. Bunlar heç vaxt bir-birindən ayrılmaz. Kevsər hövzündə də ta Kevsər hövzündən qaldı. Bunlar hamısı bir-birinin yanındadır. Heç vaxt onlardan arxaya da düşməyin, irəli də keçməyin. Onlarla bahəm hərəkət edin. Əgər belə etsəniz azmazsınız. Əssalamu aleykum və rəhmətullah.